Rəqsanə, hər vaxtın xeyir olsun. Salam, hər vaxtınız xeyir olsun. Bəli, sizin də vurğuladığınız kimi səhər saatlarında, pik saatlarda demək olar ki, paytaxt yollarının müxtəlif istiqamətlərində tıxac müşahidə olunur və təbii ki, bu da insanlar üçün, sürücülər üçün çətin anlar yaşadır və elə bununla əlaqəli olaraq bu problemin həll yolu kimi müxtəlif nəqliyyat və yol layihələri icra olunur və bir məqamda qeyd edim ki, 8 noyabr prospekti üzərindən də piyada körpüsü inşa olunub və elə bütün bu istiqamətlərlə bağlı təfərrüatlı informasiyanı hazırda qonağım Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəflidən əldə edəcəyik. Xoş gördük Anar bəy. Buyurun, suallarımıza cavabı və görülən işlərlə bağlı detalları sizdən işləyək. Təşəkkür edirəm. Ümumiyyətlə, məlumat üçün bildirim ki, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş Bakı şəhəri və ətraf ərazilərin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-30-cu illəri əhatə edən dövlət proqramı çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ümumilikdə 24 yol infrastrukturu layihəsinin icrası nəzərdə tutulur. Artıq bu layihələrdən ikisinin icrası sürətlə davam etdirilir. Hətta birinin icrasının bu il ərzində, bu ilin sonuna kimi yekunlaşdırılması planlaşdırılır. Onlardan biri, deməli, hal-hazırda icrası həyata keçirilən Pirşağı Novxanı Xırdalan M4 avtomobil yolu layihəsidir. Həmin avtomobil yolu layihəsinin deməli icrası çərçivəsində 4 avtomobil tunelinin ərazidə inşası həyata keçirilir. Bundan başqa körpülər, yol qovşaqları da inşa olunur. Daha doğrusu 2 avtomobil tuneli. Həmin deməli layihənin unikal cəhəti ondan ibarətdir ki, yol deməli Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunu Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolu ilə birləşdirmə baxımından və o istiqamətdə gələn nəqliyyat vasitələrini birbaşa Pirşağı, Novxanı və o istiqamətlərdə yerləşən qəsəbələrə Bakı şəhərinə daxil olmadan yönəldilməsinə imkan verəcək və təbii ki, o yol vasitəsilə Mərdəkan, deməli hava limanı istiqamətində gediş-gəlişi rahatlaşdırılacaq və o həmin nəqliyyat vasitələri birbaşa şəhərə daxil olmadan, paytaxta daxil olmadan həmin yol vasitəsini alternativ yol kimi oradan rahat şəkildə istifadə edə biləcəklər. Həm Şamaxı istiqamətdən gələn nəqliyyat vasitələri, həm də Quba istiqamətdən gələn nəqliyyat vasitələri və əksinə gedən nəqliyyat vasitələri. Digər bizim layihəmiz bildiyiniz kimi Koroğlu, Həsənəliyev deməli layihəsi çərçivəsində Həsənəliyev, Müzəffər Nərimanova qədər, Nərimanov küçəsinə qədər olan hissənin yenidən qurulmasıdır ki, həmin ərazidə yeni yol inşa olunur. Bu yol Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə paralel olaraq inşası həyata keçirilir və o yolun inşası ilə yeni belə nəqliyyat arteriyası yaranır Bakı şəhərində, paytaxtda və bununla da həm Gənclik metro stansiyası istiqaməti, həm Nərimanov metro stansiyası istiqaməti, o cümlədən Ziya Bünyadov və Heydər Əliyev prospektlərində olan nəqliyyat sıxlığı bəzi hissələrdə bu yola yönəldilməklə ərazidə o ərazi üzrə nəqliyyat sıxlığının azalması hədəflənir. Bu yolun inşası çərçivəsində 4 avtomobil tuneli inşa olunur və ümumilikdə layihənin bu ilin sonuna kimi yekunlaşdırılması planlaşdırılır. Sürətlə orada işlər davam etdirilir. Nəzərdə tutulan daha bir layihəmiz bizim bu yaxınlarda artıq icrasına start veriləcək. Xəqani Rüstəmov küçəsindən Ağa Nemətullah küçəsini birləşdirən yeni avtomobil yolunun inşasıdır. Bu yol vasitəsilə artıq 8 noyabr prospekti, Babək prospekti və Heydər Əliyev prospektləri belə demək olarsa əlaqələndiriləcək. Orada da yeni nəqliyyat axını üçün yeni yol yaranacaq. Yaxın günlərdə həmin layihənin icrasına başlanılacaq. Ümumilikdə, yəni qeyd etdiyim kimi dövlət proqramı çərçivəsində 24 avtomobil yol infrastrukturu layihələri icrası nəzərdə tutulur ki, burada həm qeyd etdiyim istiqamətlər üzrə, həm 20 yanvar dairəsində orada mövcud qovşaqda yenidən qurma işlərinin həyata keçirilməsi və Xırdalan, Masazır istiqamətlərində müxtəlif orada nəqliyyat infrastrukturunun yaradılması və digər istiqamətlər üzrə alternativ marşrutların yaradılması dövlət proqramı çərçivəsində nəzərdə tutulur. Təşəkkür edirəm ətraflı informasiyaları biz və tamaşaçılarımızla paylaşdığınız üçün və elə qeyd edeyim ki, sadalınan yeni yol və nəqliyyat layihələri ilə bağlı informasiyaları əldə etmiş olduq. Günün pik saatlarında demək olar ki, paytaxt küçələrinin ayrılmaz tərkib hissəsinə çevrilən tıxacın nəqliyyat sıxlığının qarşısının alınması üçün məhz elə yeni bu cür layihələr icra olunur və elə yaxın müddət ərzində də bir sıra yeni layihələrin də artıq icrasına başlanılacaq. Çatdıra biləcəklərimiz bu qədərdir. Söz yenidən sizdədir. Təşəkkürümü bildirirəm Rəqsanə məlumatı bizə ötürdüyünə görə.